A vektorunun modulu 3'dür. Yəni uzunluğu 3-ə bərabərdir. B vektorunun modulu isə 2 olarsa, bir də A ilə B arasındakı bucağı 60 dərəcə verir. Fi bucağı da deyək 60 dərəcədir. Bizdən A minus B vektorunun uzunluğunu istəyir. Bilirik ki, A minus B vektorunun uzunluğu uşaqlar bu cür yazılır da A vektoru çıxılsın B vektorunun modulu. Yəni fərqin uzunluğu bu formada yazılacaq. Kim deyər uşaqlar? A minus B vektorunun modulunu nə ilə əvəz edə bilərik? Ümumiyyətlə modulları nə ilə əvəz etmək olar? Kök altı kvadratlarla. Bəli. Demək kök altında biz bunu yaza bilərik. A vektoru çıxılsın B vektorunun kvadratı. Bunun açılışını yazıram. Kök altında birincinin kvadratı. Uşaqlar A vektorunun kvadratın elə modulu A-nın kvadratı yaza bilərik. Yəni heç bir problem yoxdur. Çıxılsın 2AB vektoru. Üstə gəlsin B vektorunun kvadratında eyni qayda ilə kvadrat kimi yaza bilərik. Bir dənə burada biz 2AB-ni görürük fərqli olaraq. Yəni A vektorunun modulu var, B vektorunun modulu var. A ilə B-nin skaler hasilinin düsturu necə idi uşaqlar? A vurulsun, modul A vurulsun, modul B, bir də onlar arasındakı buzağın kosinüsü. Yəni biz bu 2AB-nin yerinə yazacağıq necə? Modul, bunu olduğu kimi yazaq. 2 vurulsun modul A, vurulsun modul B, bir də kosinüs fi. Üstə gəlsin, bir də modul B-nin kvadratı. Artıq uşaqlar, hər şey var. Biz bu qiymətləri yerinə yazıb cavabı tapa bilərik. İndi yazıram yerinə. A vektorunun kvadratı, yəni 3-ün kvadratı 9. 2 vurulsun, 3 vurulsun, B vektoru 2. Kosinüs 60 dərəcədə 2-də 1. Üstə gəlsin, B vektorunun kvadratı. 2-nin kvadratı 4. Buradan 2-lər gedəcək. Qalacaq 9 çıxılsın 6. 3 üstə gəl 4, 7. Yəni kök altında 7 doğru cavab olacaq. Aydındır. Kök altında 7. Növbəti 35-ci suala baxırıq. Demək, yenə burada bizə verib ki, A vektorunun uzunluğu bərabərdir B vektorunun uzunluğuna. Və 35. A vektoru B-yə perpendikulyardır. Uşaqlar, perpendikulyar olanda vektorlar, bunlar üçün nə bilirik biz? Vektorlar perpendikulyar olarsa nəylərini bilirik? Skaler asilləri. Skaler asil nə olur vektor? 0 olur. Demək, bunu yazan kimi uşaqlar, bilin ki, söhbət nədən gedəcək? Burada skaler hasildən. Yəni biz harada A vur B görsək, yerinə 0 yazacaq. Çünki düsturda AB kosinüs fiidir. 90 dərəcədə də kosinüs nə alır? 0. Ona görə də A ilə B-nin skaler hasili burada kosinüs 90 dərəcəyə görə 0 olur. Aydındır. Demək, bu perpendikulyarlığı görən kimi onların hasilini 0 götürəcək. İndi bizə deyir ki, A minus 2B vektoru ilə 2A minus B vektoru arasındakı buzağın kosinüsünü tapın. 2A minus B vektoru arasındakı buzağın kosinüsü. Uşaqlar, kosinüs fi üçün düstur. Standart olaraq AB üçün düstur yazanda biz A ilə B-nin skaler hasili bölünsün onların mütləq qiymətlərin hasili edir, düzdür. İndi bu A minus 2 buna bir A kimi baxsaq, buna bir B kimi baxsaq uşaqlar, buna bir B kimi baxsaq, onda A vurulsun B olacaq surətdə. İndi A vur B əvəzinə mən nə yazacağam? A vektoru çıxılsın 2B vektoru, vurulsun 2A vektoru çıxılsın B vektoru. Bunu yazacağım. Məxrəcdə də bu A vektoru çıxılsın 2B-nin modulu, vurulsun 2A vektoru çıxılsın B vektorunun modulu olacaq. Demək, bu formada yazacaq. Elə bil ki, necə ki, kosinüs fidə A vur B bölünsün modul A vur modul B yazmırdıq. Burada A-nı əvəz edən A minus 2B-dir, B-ni əvəz edən 2A minus B-dir. İndi adi qaydada uşaqlar surəti vurub açıram. A-nı 2A-ya vuranda 2A-nın kvadratı. Biz demişik ki, kvadratı elə modulda yaza bilərik. Çıxılsın A-nı B-yə vuranda AB, 2B-ni 2A-ya vuranda 4AB. 4AB o da mənfi AB, 5AB eləyəcək. Düzdür uşaqlar? Minus 5AB vektoru. Bir də üstə gəlsin 2B-ni B-yə vuranda 2B-nin kvadratı olacaq. Biz demişik kvadratı modulda yaza bilirik. İndi A minus 2B-ni isə uşaqlar buradakı kimi. Necə ki, bayaq modulda olanı kökün altında yazdıq. Burada da eyni qayda ilə. Yazacağım nə? Bunu yazdım kök altında birincinin kvadratı. Bunu modulda yaza bilərik. Hasilinin 2 misli 4AB. Üstə gəl ikincinin kvadratı 4B kvadratı. Bunu da modulda yaza bilərik. Bu 4AB-ni modulda yox. 4AB modulsuz olacaq. Bir də vurulsun eyni qayda ilə 4A kvadratı çıxılsın 4AB üstə gəl B kvadratı. Bu modulda olacaq, bu modulda olacaq, bu modulsuz olacaq. İndi uşaqlar biz dedik ki, harada AB görsək perpendikulyarlıq şərtinə görə 0 olacaq. 5AB buradan 0 olacaq, 4AB buradan 0 olacaq, 4AB buradan 0 olacaq. Bunlar 0-a gedəcək. Digər tərəfdən də modul A-nı modul B-yə bərabər verir uşaqlar.
Modul A modul B-yə bərabərdirsə, mən bu A-nı B götürürəm. 2B kvadratın üstünə 2 dənə B kvadrat gələndə eləcək 4B-nin kvadratı. Bunu yazdım 4B vektorunun kvadratı. Məxrəcdə də A-nın yerinə B qoysam, B kvadratın üstünə 4B kvadrat gələndə 5B kvadrat eləcək. 5B kvadratından uşaqlar kök çıxarsaq əgər nə çıxacaq? 5 olduğu kimi qalacaq, B-dən isə modul B çıxacaq. Eyni qayda ilə 4A kvadratın yerinə A-nın yerinə B yazsam 4B kvadratı üstə gəl B kvadratı, bu da 5B kvadrat eləcək. Bu da olacaq kök altında 5B, modul B. İndi uşaqlar modul B-ni modul B-yə vuranda B kvadrat eləyir, B-lər gedəcək. Kökdə 5-i kökdə 5-ə vuranda 5 eləyəcək. Bu da 4. 5-də 4 yəni 0,8 olacaq. Yəni bizdən kosinusunu istəyirdi, 5-də 4 C variantı olacaq. Aydındır uşaqlar. 41-ci suala baxırıq uşaqlar. Demək, bizə A vektorunu verib. A vektoru M2, 1. B vektoru 1, -5, N. Deyir, vektorları perpendikulyardır. Şu anda vektorlar perpendikulyardırsa, indi dedik. Onların skaler hasilləri nəyə bərabərdir? 0-a. İndi gəl skaler hasillərini tapaq. Skaler hasil birisi də M vurulsun 1, eləcək M. 2 vurulsun -5, çıxılsın 10. Üstə gəl M vurulsun 1, N. Bərabərdir 0. Buradan M üstə gəl N'i tapıram 10. Digər tərəfdən də bizə deyir ki, A vektorunun uzunluğu B vektorunun uzunluğuna bərabərdir. Gəl onda A vektorunun uzunluğunu tapaq. A vektorunun uzunluğu bilirsiniz də kök altında komponentlərin kvadratlarının cəminə bərabərdir. Yəni M kvadratı üstə gəlsin 2 kvadrat 4 üstə gəl 1-ə bərabərdir. Bərabərdir B vektorunun uzunluğuna uşaqlar. B vektorunun uzunluğu da kök altında eyni qayda ilə bunun kimi 1-in kvadratı, 5-in kvadratı 25 üstə gəl N'in kvadratına bərabərdir. İndi hər iki tərəf kök altında olduğuna görə kökləri atıram. Qalır nə? M kvadratı üstə gəlsin 5, N kvadratı üstə gəl 26-ya bərabərdir. N kvadratını sol tərəfə keçirərəm. M kvadratı çıx N kvadratı bərabərdir nəyə? 21-ə. Şu an bunu yazıram, bir fərq biləcəm. M minus N, M plus N. Bərabərdir 21-ə. M plus N'in yerinə gətirib 10 yazaram. Onda M minus N olar. 21-i 10'a böləndə 2,1. Bizdən nə istəyir? Bizdən M minus N istəyir. Elə bunu istəyir. Demək cavab 2,1 olacaq. Aydın uşaqlar. 42-ci suala baxırıq. 42-ci sualda bizə verib A vektoru 2, -1, 0. B vektoru da 4, 3, 1 verir. Bizə deyir ki, K'nın hansı qiymətində A plus KB vektoru B minus A vektoruna perpendikulyar olar. Deyir A plus, 2A plus, daha doğrusu 42. 2A plus KB vektoru B minus A vektoruna perpendikulyar olar. Uşaqlar bu deyir K'nın hansı qiymət? Bizdən K'nı istəyir. Perpendikulyar olar deyirsə, onda bunların skaler hansı nəyə bərabərdir? 0-a. Gəlin bunları vuraq açaq. Biraz sadələşdirək. Əslində yaza bilərik. Biz 2A vektorunu tapaq, KB vektorunu tapaq, onların cəminin komponentlərini tapaq. Sonra B minus A vektorunun da komponentlərini tapaq. Sonra onların skaler hansını 0-a bərabər oradan K'nı tapaq. Biraz uzun gedər. Gəlin bunu ən yaxşısı qabaqcadan vuraq açaq. Görək nə qalır. 2A'nı B'yə vuranda 2AB. Sonra 2A'nı A'ya vuranda 2A'nın kvadratı. Sonra KB'ni B'ye vuranda KB'nin kvadratı. Şöyle kvadrat olanları modula sala bilərsin. KB'ni A'ya vuranda KAB vektoru. Bize demək nə lazımdır burada? Bize A vektorundan B vektorunun uzunluqları lazımdır. Bir de skaler hasillər lazımdır. Gəlin biz A'nın uzunluğunu tapaq. Və bizə modul A lazımdır. Kök altında 2'nin kvadratı 4, 1'in kvadratı 1, 0'ın kvadratı 0. Elədir neçə? 5. Bax görsən A vektorunu tapdıq. Yəni B vektorunu da tapaq. B vektorunun uzunluğu olacaq kök altında 16, 9, 25, o da 1, kök altında 26. Bir de bize ne lazımdır uşaqlar? AB vektoru. AB vektorunu da tapanda birlikdə skaler hasil x1 vur x2, üstə gələ y1 vur x2. 2'ni vuracam 4'e 8, -1'i vuracam 3'e -3, 0'ı da vuracam 0. Bu da elədi 5. Söz hazırdır. Skaler hasil 0'a bərabər idi. 2AB, 2 5'in 10, 2A kvadratı. Modula 5, kökdə 5'dirsə kvadratı olacaq 5. 2 5'in 10 çıxılsın 10. K vurulsun B kvadratı. B kökdə 26'dır, kvadrat 26.
Çıxsın KAB. KAB-də uşaqlar AB 5-dir, 5B, 5K bərabərdir 0. Buradan 26K-dan 5K-nı çıxıram, eləyir 21K. Düzdür? Ondan da 10 çıxanda bərabər nəyə? 0. Buradan K ilə nə tapılır? 0. Demək bunun skaler hasilinin 0 olması üçün elə K özü 0 olmalıdır. Aydındır uşaqlar. Sonra 51-ci suala baxırıq uşaqlar. A vektorun bizə verib 3-4 vektoru. Demək uşaqlar, deyir buna kolinear olan. Kolinear sözün eşidən kimi əlavə bizə B vektor deyir də. B'nin komponentləri haqqında heç nə demir. Kolinear sözün görən kimi A vektorunun 3-4 deyil, yazırsan bunu 3K4'də uşaqlar. Demək A vektoru 3-4'dür, yazırsınız 3K4'də. İndi bizə əlavə olaraq şərtdə deyir ki, B vektorunun uzunluğu 20-yə bərabərdir. Müsbət koordinatlı. Bunun koordinatları müsbətdir uşaqlar. Onda nə edirik? Gəlin B vektorunun uzunluğunu tapaq burada. Kök altında 9K kvadratı, 16K kvadratı, 25K kvadratı uşaqlar. Demək kök altında 25K kvadratının uzunluğun bizə verib 20. Buradan da nə çıxır? 5K. 5K'nı biz nəyə bərabər eləyəcəyik? 20'yə. K bərabər olacaq nəyə? 4'ə. 4 olduğuna görə 3 4'ün bu 12 olacaq. 4 4'ün 16. Demək B vektorunun komponentləri 12 ilə 16. Yəni C variantı olacaq. Aydın uşaqlar. Məsələn, mənfi koordinatlı desəydi uşaqlar, yenə də mənfi 12 ilə mənfi 16 da götürə bilərdik. Bunlar yenə kolinear olur. Əks istiqamətli kolinear vektorlar olur. Burada isə eyni istiqamətlidir. 54. 54'də uşaqlar bizə şəkil verib. Mən şəkili buradan çəkəcəm. Demək, burada verib bu vektor 1 və 1-dən keçir. İkisi də 1'dir. Biri də mənfi 2, 2'dən keçir. Biri A vektorudur, biri B vektoru. Bizə deyir ki, uşaqlar, A və B vektorları arasındakı bucağı tapın. Bunu buradan məsələn belə 90 dərəcə olduğunu görmək olur. Çünki 2 mənfi 2'dən keçirsə, burada 45 dərəcə yaranır. 1 1'dən keçirsə, bunda da 45 dərəcə var burada. Bunları gətirib ucların başlanğıc nöqtələrini bir yerə qoyanda, onlar arasındakı bucağın 90 dərəcə olduğunu yəni belə görə bilərsiniz. Amma əgər analitik yolla, düsturla tapmaq istəyirsə, onda biz vektorların komponentləri ilə hərəkət edəcəyik. Məsələn, A vektorunun başlanğıcı buradadır, sonu buradadır. Başlanğıcdan sona getmək üçün bir vahid sola, bir vahid yuxarı getməliyik. Bir vahid sol, bir vahid yuxarı, mənfi 1, 1 deməkdir. Yəni komponent olaraq X komponenti bir vahid başlanğıcdan sonra getmək üçün azalacaq. Əvvəl 1'də idi, 0'a getdi. Yəni mənfi 1. Və Y komponenti bir vahid nə edəcək? Artacaq. Mənfi 1, 1. B'də də eyni qaydanı tətbiq edəcək. Başlanğıcdan mənfi 2'dən müsbət 2'yə, yəni bu Y-in mənfisidir, bu X-in müsbətçisidir. Başlanğıcdan sona getmək üçün 2 vahid hara getmək lazımdır? Sağa, 2 vahid də hara getmək lazımdır? Yuxarı. Demək, B-nin komponenti olacaq 2, 2. Baxın uşaqlar, diqqət edin. Gün aydındır. Yəni burada gördüyünüz ədədlər deyil ha o komponentlər. Komponent odur ki, başlanğıcdan sona getmək üçün necə hərəkət olmalıdır? Yəni X oxu boyu necə hərəkət olmalıdır, Y oxu boyu necə hərəkət olmalıdır? Əgər sağa X oxu boyu sağa hərəkət olunursa, X komponenti müsbət olacaq. Sola hərəkət olunsa, X komponenti mənfi olacaq. Yuxarı hərəkət olunsa, Y komponenti müsbət, aşağı hərəkət olunsa, Y komponenti mənfi olacaq. İndi biz həmin aralarındakı bucağı tapmaq üçün kosinus phi bərabərdir. Yuxarıda bunların skaler hasilləri mənfi 1 2'yə vuranda. Mənfi 2 üstə gəl 1 2'yə vuranda 2. Məxrəcdə də bunların uzunluqları, modul A, modul B. Uşaqlar bunu heç yazmıram da modul A, modul B-ni. Çünki mənfi 2 üstə 2 gələndə 0 eləyir. Kosinus 0'ı da neçə dərəcədə alır? 90 dərəcə. Demək, həqiqətən də bunlar arasındakı bucaq 90 dərəcəymiş. 56-cı suala baxırıq uşaqlar. 56'da bizə yenə eyni qayda ilə uşaqlar A vektorunu verib. A vektoru 1 0 2. B vektoru da 2 mənfi 1 mənfi 1. Olarsa A və A plus B vektoru arasındakı bucağı tapılır. Asandır artıq. A ilə A plus B arasındakı bucağı istəyirsə, bu dəfə bizə A plus B-nin komponenti lazımdır. Da B yox, A plus B lazımdır. B-nin əvəzinə. A plus B 1 ilə 2'ni toplayacağım 3. 0 ilə mənfi 1 toplayacağım mənfi 1. 2 ilə mənfi 1 toplayacağım 1. Demək biz bunların ikisindən istifadə edəcəyik. Bax bundan. Yəni kosinus phi bərabərdir. Surətdə birinci ilə dairə aldıqlarım skaler hasillər olacaq, vurulub toplanacaq. 1 3'ə vuranda 3, 0'ı vuranda 0, 2'ni 1'ə vuranda 2.
Məxrəcdə isə dairəliklərinin kök altında kvadratlarının hasili olacaq uşaqlar. Birisi də modul A, modul B. Yəni o deməkdir ki, kök altında bunlar indi AB deyil burada. Modul A ilə modul A plus B-dir. Biz də A plus B-ni tapdıq oradan istifadə edib. Kök altında 1-in kvadratı, 2-nin kvadratı 5 eləyəcək. 9, 1, 1. 11 eləyəcək. Düzdür? 11 elədi. Bu da 11. Kökdə 11. Burada verəcək bizə 5 bölünsün kök altında 55. Cavabı necə saxlayıb 56-da? Elə bu cür. 5 bölünsün kökdə 55. Y variantı. Aydındır. Və son 57-ci suala baxırıq. X-in deyir hansı qiymətində A vektoru x01 vektoru apsis oxunun müsbət istiqaməti ilə 30 dərəcə uzayma gətirir. Deyir X-in hansı qiymətində bu vektoru apsis oxunun müsbət istiqaməti 30 dərəcə uzayma gətirir. Bir də apsis oxu çəkirəm. Bu düzdür. 3 ölçülü fəzadır. Fəza halındadır da x01. İndi apsis oxu ilə 30 dərəcə uzaq əmələ gəlmək üçün nə baş verməlidir? Demək, bu vektorun komponentləri x01'dir. x01 vektoru necə hərəkət olunur uşaqlar? Bunun y komponenti dəyişmir, fikir verin elə, 0'dır. Demək, bu x vahid indi sağ-sol hərəkət edəcək. Bir vahid z-ə görə hara qalxacaq? Yuxarı qalxacaq. Y dəyişməyəcək. Bizə lazımdır bunun 30 dərəcə uzaq əmələ gəlməsi üçün x komponenti neçə olmalıdır? Onu da gəlin belə eləyək biz. Demək, buradan üzü aşağı perpendikulyar indirirəm mən. 30 dərəcəli buzağı qarşısında katet hipotenuzun yarısıdır. Gəlin biz bunu tapaq uşaqlar. Bu nə verər bizə? Bu hansı oxu verəcək bizə? Tutaq ki, yuxarıdan aşağı ölçdüyümüz ölçü bizə nəyi verəcək? Və düzbucaqlı koordinat sistemini təsəvvür edək, bir dənə bu otaqda təsəvvür edək. X oxu sol tərəfə gedəndir, aşağı künc. Y oxu budur, Z oxu da budur. İndi bu təxminən belə bir şeydir də. Y dəyişməyibsə, Y-ə perpendikulyar dayanıb. Bu formada yerdən X oxun üzərindədir, belə bu vəziyyətdədir. İndi bunun bu təpə nöqtəsindən üzü aşağı perpendikulyar indirsəm X oxuna qədər. Bu bizə hansı oxu göstərəcək ölçüsü? Z-i göstərəcək. Demək, Z koordinatı 1-dirsə, onda bunun buradan bura qədər indirilən perpendikulyar nəyə bərabər olacaq uşaqlar? 1-ə bərabər olacaq. Onda 30 dərəcə bucaq qarşısında katet hipotenuzun yarısıdırsa, bura neçə olacaq uşaqlar? Demək, A vektorunun uzunluğu nəyə bərabərmiş? 2-yə bərabərmiş. A vektorunun uzunluğu necə tapılır uşaqlar? Kök altında kvadratlarının cəmi. X kvadratı üstə gəlsin 0 üstə gəlsin 1 bərabərdir 2-yə. X kvadratı üstə gəlsin 1 bərabərdir 4-ə. X kvadratı bərabərdir 3-ə. X bərabərdir plus minus kök 4. Bizə nə deyir bu?